Azərbaycanlı maşennikləri Mehmetdir. Allah hidayət eləyə bilmir. Siz necə başa salacaqsan Mehmet? Əslində, bax Quran oxuyursunuz da, namazla, o dünyayla, ahirətlə qırğına qalxırsınız. Nə deyir Quran? Allah kimi doğru yoldan çıxardarsa, hiç kim ona doğru yolu göstərə bilməz. Öldürən də Allah'dır. Güldürən də Allah'dır. Ağladan da Allah'dır. Maşennik səviyyəsinə çevirən də Allah'dır. Zahirdə, batində. Allah sizin barənizdə sizə bir pislik edəcəksə və ya sizə bir mərhəmət diləsə, Allah'ın sizin barənizdə görəcəyi bu işlərə kim mani ola bilər? Oxuyun da bunu Quranla. Nədir o dünyadan 19 rəqəmindən, ay nə bilim filanın, bu gözəl cümlələri oxuyun da, Allah'ı tanıyın da. Sen indi birini maşennik deyirsən də, onu qınıyırsan, ona hikkələnirsən, anlamırsan ki, cəzanı özün yaşayırsan. Onu o şəkilə gətirən, nə deyir Nizami? Bir başı ucaltmaq istəsə devran, kəməndə düşəcək boynunu uzatan. Bax, o sənin maşennik adlandırdığını Allah uzat, qaldırıb ora qoyub. Maşenniklik elə. Sən də onu qınadınsa düşdün tələyə. Çünki Quranda aydın deyir, dünyada ikən şək etdiyiniz, yəni bax bu maşennik adlandırdıqlarınızı qınadığınız sizin üçün hesabdır. Kim yaşayacaq hesabı? Onun da günahını yuyacaqsan, bədəlini sən ödəyəcəksin. Hikmətin açıqlaması budur. Güt nə qədər istəyən qına. Onu sənin maşennik adlandırırsan mı? Onu yaradana şükür. Səni də yaradıb bura yönəldənə şükür. Mən Allah'ın işinə qarışmıram. Mənə nə öyrədib? Onun izahına qalmışam. Onu eşitdirirəm. İzahı da qəlbində Allah edəcək sənə. Zamanı var. Hər ağacın öz bəhrə vermə anı var. İnsan da belədir. Kimi tez qavrayır, kimi geç. Yaradan belə yaradıb məsləhətinə şükür. Hürmətli ol.